bizə məlumat vermişdi. İndi tam mən elə ki, bir dedisə, mən danışdıqca siz də düşünün müəllimlər. Fənn üstü nə oldu? Deməli, sinifdə tək öyrənmirəm sinifdə. Sinifdə öyrəndiyimi həyatla əlaqələndirirəm. Bax, inteqrasiyanın bu üç növü müəllimlər bizə iki sualla gəlir. Biz bunları mütləq yadda saxlamalıyıq. Bir də bu şəkil üzrə danışıram tutaq ki, və bunları sözlə də sizə hazırlamışam ki, müəllimlər, gözlə görmək də bəzi müəllimlər var ki, göz yaddaşını daha yaxşı yadda saxlayır. Bəzi müəllimlər eşitməklə bu öyrənmə tərzidir. Biz bunları danışacağıq bir daha sizinlə növbəti dərslərdə var. Deməli, fəndaxil inteqrasiyanı danışdıq mı müəllimlər? İki növü şaquli, üfüqi danışdıq. Hər ikisi aydın oldu. Şaquli nə olduğunu bildik mi? Siniflər sözü. Bax, bu siniflər sözü yadda qalsın. Üfüqün nə olduğunu bildik. Məzmun xətləri sözü yadda qalsın. Mən bunları sizlə sual-cavabda bir daha soruşacağım. Ona görə siz çalışın ki, çox diqqətli olasınız ki, yaxşı yadınızda qalsın. Yəni, dərsləri yığmaq olmaz. Fənlər arası inteqrasiya necə oldu? Mən dediksə düşünün, özünüz cavablandırın. Yəni, fənlər arasında olan bir fənni və yaxud da bir neçə fənni əlaqələndiririk. Fənlər arası. Baxıram testdə. Baxıram bir neçə fənnin əlaqəsi var burada. Əlbəttə ki, burada fənlər arası götürəcəm. Fənn üstü inteqrasiya nə oldu? Yəni, öyrəndiyini həyatla əlaqələndirdi. Tək məktəbdə öyrənsəm, həyatla əlaqələndirə bilməyəcəm. Amma lazımdır ki, mən onu bir dərsdən kənar zamanda mən onu həyatla əlaqələndirim. Çünki buna görə də sinifdə öyrənmə lazımdır ki, şagird öyrəndiyini tətbiq edə bilsin. Bu tətbiqdir.